31 may növbəti bürclər bu səfər balıqlardan başlayacağım. Balıq, Dolça, Oğlaq, Oxatan. Bu həftə Neptunun tranziti hisslərinizi və xəyal gücünüzü gücləndirəcək. Duyğusal olaraq çox melanxolik olacaqsınız. Yəni küsəyən, ağlayan, biraz içinə qapanıq. İçinizdən keçənləri artıq konkret bilirsiniz və bəzi insanları artıq yerində oturtmağın zamanıdır. Ruhsal olaraq yenilənmə dövrüdür. Mayın ilk 15 günü bəzi pul sistemlərində yəni düzəlmə oldu və bəzi işləriniz yolunda getdi və bundan sonraki 15 gün həm pulla bağlı, həm duyğusal sahədə olan uğurlarınız əslində sizin sevindirəcək. İş həyatınızda ön plana çıxan işiniz, karyeranız, qurmaq istədiyiniz işinizin ilk bəhrələri olacaq. Yaradıcılıq, nəsə hansısa bir yerdə kursa getməyə, bir işlə başlamaq, maddi mövzularda ümumiyyətlə duyğusal qərar verməyin və gözlənmədiyi xırda xərclər ara sıra olacaq, amma pul da gələcək. Sevgi söhbətlərində isə romantika və hisslər çox duyğusaldır bu həftə. Münasibəti olan balıqlar partnyoru ilə çox mükəmməl, dərin münasibətlər də qura bilər bundan sonraki 15 gün üçün. Amma bəziləri də bitişlər eləyə bilər. Kimin üçün nə xeyirlidir, xeyirli, uğurlu olsun, bərəkətli olsun. Amma çalışın ki, yəni özünüzü qoruyasınız və dolçalarla davam edirik. Bu həftə Uranın tranziti sizdə də sürprizli proseslər gətirir. Yəni fərqində, özünün fərqinə varacaqsan. Sosial çevrəndə dostluqların, yəni olduğun insanlarla bir hərəkətli, gözəl bir həftə gözləyir səni. İş həyatında, pul söhbətlərinə gələndə gözlənməli bir iş təklif ala bilərsən. Harasa CV vermisinizsə cavabını ala biləcəksiniz. Evinizdə olan bəzi əşyalardan, yəni belə deyək, texniki əşyalardan nəyisə xarab olma ehtimalı var. Lazımsız, plansız pul xərcləri eləməyin. Sevgi həyatında da xüsusilə azadlıq hissin çox inkişaf edəcək. Yəni azad olmaq istəyəcəksən. Münasibəti olan dolçalar partnyorları ilə qurduqları münasibətlərdə əslində bəli, problemləri çözə bilərlər və eləcə də yeni münasibət, yeni tanışlıq halda ola bilər. Təbii ki, köhnə əlaqələri bitirdiyiniz andan etibarən. Bu həftə Oğlaqlar, Saturn sizə elə bir məsuliyyət yüklür ki, hər şeyi daha konkret görürsünüz və gələcəyə aid planlarınızı sağlamlaşdırmalısınız. Xüsusilə karyera, ailə və maddi mövzular ön planda olacaq. Maddi olaraq sıxıntı olan dövrdəsiniz, amma önəmli bir qərarla iş həyatınızda məsuliyyətli, çox verimli bir gözəl günlər gözləyir sizi. Üzərində məsuliyyətlə işlədiyiniz, səbirli və planlı hərəkət elədiyiniz hər bir şeyin nəticəsini görəcəksiniz. Maddi mövzularda uzun müddətli düşünün və uzun müddətli düşündüyünüz planlar sizə qazançlar gətirəcək. Diqqətli olmalısınız, yenə də xərclər çıxa bilər. Eşq həyatınızda da ciddi və gerçək təsirlər var. Münasibəti olan oğlaqlar partnyorları ilə gələcək planlar haqqında danışa bilərlər və subay oğlaqlar da yeni biri ilə tanış olmaq kimi belə bir şey ola bilər. Yeni tanışlığı da çalışın çox özünüzə güvəndiyiniz kimi güvənməyin. Və Oxatanla da davam edirik. Bu həftə Yupiter sənə yeni bir hərəkətlilik, yenilik və fürsətlər gətirir. Xüsusilə təhsil, səyahət, sosial çevrə və gələcək planlarla bağlı sürətlənəcəksən. Gündəlik rutin işlərinizdə də olduqca yaxşı enerjide olacaqsınız. İş həyatınızda, iş, pul, karyera ilə bağlı qərarlar ala biləcəyin bir dönəmdəsən. Yeni təkliflər gələ bilər, iş yerini dəyişə bilərsən, bir səyahət səfəri ola bilər. Bütün detallara diqqətli ol. Maddi anlamda şanslısan, amma gərəksiz risklərdən uzaq durmalısan. Sevgi həyatında həyəcanlı anlar ola bilər. Münasibəti olan Oxatanlar partnyorları ilə birlikdə yeni planlar eləyə bilərlər və Oxatanlar üçün uzaq çevrə, sosial media üzərindən olan tanışlıq halı da var. Keçən həftədə demişdim, belə bir tanışlıq halı ola bilər, amma hər kəs özünüz kimi bilməyin. Və unutmursunuz, qarşıdan gələn Qurban bayramınızı təbrik edirəm. Nə olur olsun, dualarınızı əsirgəməyin. Bizi yaradan, bizi bizdən yaxşı tanıyır. Sevilin, çünki siz buna layiqsiniz. Baxıb bəyənməyi də, kaydetməyi də unutmursunuz.